Gürcüstanda keçirilən bələdiyyə seçkilərindən və etirazlardan sonra hakimiyyət orqanları həbslərin davam edəcəyini bildirib. 4 oktyabr seçkisi ölkənin ən böyük müxalifət partiyaları tərəfindən boykot olunub. Seçki sonrası nümayiş isə bir neçə müxalifət nümayəndəsi tərəfindən uzun müddət əvvəl elan olunmuşdu. Son məlumatlara görə seçki günü keçirilən nümayiş və sonrakı toqquşmalarla əlaqədar 5 müxalif fiqur saxlanılıb. Baş nazir İrakli Kobaxidze seçkidən sonra keçirilən brifinqdə deyib ki, zorakılıqda iştirak edən hər kəs istisnasız olaraq hökuməti devirmə cəhdinin iştirakçısıdır. O əlavə edib ki, dövlətin indi əvvəlki etiraz dalğaları ilə müqayisədə vətəndaşları müəyyən etmək üçün daha geniş imkanları var. Təşkilatçılar bu aksiyanı sülh yolu ilə inqilab və sülh yolu ilə devrilmə adlandıraraq Hakim Gürcü Arzusu partiyasının 13 illik hakimiyyətə bir gün ərzində son qoymaq kimi iddialı məqsəd ortaya qoymuşdular.